Xanımlar, əslində endokrinoloq mənə başqa dərman müalicəsi yazmışdı, açığını deyim. Yəni dərmanlara çox belə inamım yoxdur deyə qəbul eləmədim dərmanları. Hətta Türkiyədən belə gətirdim, qəbul eləməmişəm amma necə almışamsa eyni qaydada evdə durur. Yəni mart ayından bu tərəfə içdiyim dərmanları selen içmişəm, D içmişəm, bir də kril yağımız içmişəm. Yəni biz bunu oturduq dünən səhər vaxtı endokrinoloqla, gündüz vaxtı endokrinoloqla məsləhətləşdik, müzakirə elədik, daha doğrusu bunun düşmə səbəbi nə olub və qərara gəldik ki, bunu eləyən bizim kril yağımız olubdur. Çünki D vitamini antitiponu aşağı salmır. Selen də bədəndə olan toksinləri təmizləyə bilir, amma antitiponu aşağı sala bilmir. Muzi cavablarım ələ keçsin, əlimə çatsın, onları da atacam, sizin üçün paylaşacam. Exogenik, mədalı vəzdə exogenik pozulmuşdu. Qaraciyərdə də birinci dərəcəli, yəni zəif dərəcəli piyələnmə gedir, hipotoz var idi. Artıq onlar da demək olar ki, yoxdur. Yəni hər iki ozinin cavabını 3-cü ayda ondan ozini və indiki ozinin cavablarını atacam, özünüz baxasınız. Çünki mən qaraciyərə qarşı heç bir dərman qəbul eləməmişəm. Heç bir çay qəbul eləməmişəm, nə də səhhətimlə əlaqədar heç idman da eləmirəm. Yəni mən düşünürəm ki, bu bizim dərman, belə deyək də, məhsulumuzun keyfiyyətidir. Onun nəticəsidir.